Salam aleykum, hər vaxtınız xeyirli olsun. Dəyərli və əziz izləyicilər, indi sizlərə izah edəcəyim testlər deməli, xordallar tipinin davamı olan və baş xordallar sinifi və balıqlar sinifi üstün testlərini izah elədik. DİM 2025 test toplusundan indi isə suda qurda yaşayanlar və sürünənlər sinifinə aid olan test nümunələrinin izahını sizlərə təqdim edəcəyim. İlk sualımız belədir. Xarici görünüşünə görə delfinə oxşayır. Bu sualın cavabı ixtiozavr olacaq. Dişi yaşıl göl qurbağanın neçə rezonatoru olur? Cavabımız 0 yoxdur. Bir göl qurbağasında neçə üzmə pərdəsi olar? Arxa ətraflarda olur. 4 oda 4, 8 ədəd. İxtiyozavrın tənəffüs orqanı nə idi? Ağciyərlər idi. Zolaqlı kərtənkələnin ön ətraflarında cəmi neçə barmağı olur? Ön ətraflarında deyirsə 10 barmaq, yəni 5 cəmi 10 barmaq, ümumi soruşsaydı 20 barmaq. Göl qurbağalarından fərqli olaraq ağac qurbağalarında barmaqların ucları sormaca çevrilib yapışmaq üçün. 7-ci sual. Qığırdaq skelet bütün ömrü boyu saxlanılır. Bu olmalıdır. Akula da qığırdaqlı balıqdır. 8. Nəsli kəsilmiş yırtıcı qurda yaşamış və uça bilməyən dinozavr. Tirinozavr olacaq bu dinozavrların nümayəndəsi. Yumurtadan çıxandan bilavasitə sonra qurbağanın sürfəsi çömçə quyruq necə tənəffüs edir? Əvvəlcə bilavasitə xarici qəlsəmələrdən, sonra daxili qəlsəmələrə keçir. Timsah öz yumurtaları üzərində kürt yatmır. Ona görə ki, o soyuqqanlı canlıdır, çünki bədən temperaturu ətraf mühitdən asılıdır. 11. Yumurtalarından çıxan orqanizm sürfə hesab edilmir. Bu sürünənlər sinifinin nümayəndələri olmalıdır. Yəni koramal olmalıdır, zolaqlı kərtənkələ. Hər ikisi kərtənkələdir, amma bunlarda sürfə mərhələsi olmur. C bəndi. Sonra davam edirik 12 nömrəli sualla. İranı kərtənkələdən fərqləndirən əsas əlamət göz qapaqları bunlarda qovuşub. Bəli, qırpma pərdəsi bunlarda yoxdur. Şəkildəki canlıları bir-birindən fərqləndirən ən böyük sistematik vahid. Biri pulcuqlar dəstəsidir, digəri isə tısbağalar dəstəsinə, sinif olaraq sürünənlər sinifinə aiddir və onları bir-birinə fərqləndirirsə dəstələrə görə bir-birindən fərqlənir də. Cavabımız C bəndi. 14 nömrəli sual. Qurbağanın və yaxud suda qurda yaşayanların baş beyin şöbələri verilib. Birincisi olacaq ön beyin. 2 olacaq 2 olacaq ara beyin. 3 olacaq orta beyin. 4 olacaq beyincik. 5 olacaq uzunsov beyin. Deməli 1 ön beyin, 2 ara beyin, 3 orta beyin, 4 beyincik, 5 uzunsov beyin. Cavabımız A bəndi. 15. Çömçə quyruqla balıq körpəsinə oxşar cəhəti nədir? Hər ikisində 2 kameralı ürəkdir. Hər ikisində bir qan dövranı var. Hər ikisində yan xətt orqanı var. Hər ikisində quyruq var. Cavabımız ona görə olacaq D bəndi. Çömçə quyruğun inkişafında aşağıdakı orqanların əmələ gəlməsinin düzgün ardıcıllığı müəyyən edin. Baxın, düzgün ardıcıllığı müəyyən etmək üçün çömçə quyruqda əvvəlcə ön ətraf, arxa ətraf ağciyər. Xeyr, bu yanlışdır. Qəlsəmə, arxa ayaq, sonra ön ayaqlar. Bu doğrudur əslində. Qəlsəmə tənəffüsündən sonra arxa ayaqlara keçir, sonra ön ətraflar, daha sonra da ağciyər falan formalaşır. Ağciyər, arxa ayaq, ön ayaq yanlış cavabdır. Arxa ayaq formalaşır, sonra ağciyər formalaşır, sonra ön ayaqlar formalaşır. Bu da yanlışdır. Qəlsəmələr ön ayaq, arxa xeyr. Qəlsəmə, arxa ayaq, ön ayaq daha doğru cavabdır. Daha doğru yox, doğru cavabdır. 17-ci sual. Timsahın ürəyinin mədəciklərində olan qan. Ürəyi bildiyimiz kimi 4 kameralıdır. 2 qulaqcıq, 2 mədəcikdən ibarətdir. Ona görə sağ mədəciyində nə olacaq? Venoz. Sol mədəcikdə arterial. Cavabımız olacaq nə? C bəndi. 18. Ürəyinin sağ mədəciyində venoz, sol mədəciyində isə arterial qan olur. Ilə timsahdır. Eyni sualın belə deyək oxşarı. 17 nömrəli sualın oxşarı idi. 19. Göl qurbağasının böyük qan dövranında dövrdən qan. 3 növ qan dövrilir. Həm arterial qan, həm qarışıq, həm venoz qan. Böyük qan dövranında üçündə də var bu. Cavab D bəndi. Timsahın böyük qan dövranında dövrdən qan. Timsahın mədəciyində 2 növ qan olur. Arterial və venoz. Sol mədəcikdə arterial, sağ mədəcikdə venoz. Amma qan dövranında, böyük qan dövranında 3 növ qan dövridir. Çünki cüt aorta gövsü çıxandan sonra ürəkdən həmin aorta gövsələri bir-birindən birləşir və orada qarışıq qan əmələ gətirir. O da bədənə gedir. Cavabımız olacaq 20 D bəndi. 21. Rezonator. Rezonator. Bayaq dilimə yatmadı bu söz. Rezonatorlar baxın
Quruldamağa xidmət edən orqandır. Onu gücləndirir. Erkək qurbağalarda olur. Cavabımız C bəndi. 22. Hansı mülahizə doğrudur? Bütün sürünənlərin ağciyərləri olur. Digər fikirlər bütün sürünənlər üçün doğru deyil. 23. Heyvanlar içərisində suda qurda yaşayanların döş sümüyünün ən az sümük birləşməsi əmələ gətirməsi səbəbi döş sümüyünün gövdə skeletinə xeyr. Gövdə skeletinə aiddir. Çiyin qurşağına aiddir. Ətrafların skeletinə aiddir. Qabırğaların sayının çox olması xeyr. Qabırğalar yoxdur. Onurğa sütununun qısa olması aidiyyəti yoxdur bunun. Heç döş və qərilərinin sayının az olması yenə aidiyyəti yoxdur. Qabırğaların olmaması, baxın qabırğaların olmaması məsələsi var bunda. Qurbağanın ön ətraf qurşağını əmələ gətirən sümüklər. Başlayırıq hansından? Elə birinci döş sümüyü. Bir körpücü yox, iki körpücü olmalıdır. Bu səhvdir. Baxırıq sonra yenidən 4 qarğa keçirik, 4 qarğa keçirik, 4 körpücü olmaz. Baxın, döş sümüyü, 2 qarğa, 2 körpücük, 2 kürək. Budur. Ön ətraf qurşağı. Çin qurşağı da deyə bilərik biz buna. B bəndi. 25. Göl qurbağası ilə müqayisədə zolaqlı kərtənkələdə hansı orqanlar daha zəif inkişaf etmişdir? Aha. Ağciyərlər onsuz sürünənlərdə yaxşı inkişaf edib. Bunları çıxdıq. İfrazat sistemi də yaxşı inkişaf edib. Bunu da çıxdıq. Kloakos da yaxşı inkişaf edib. Bunu da çıxdıq. Dəri örtüyü və dəri vəzləri də bəli. Pulcuq şəkillidir kərtənkələdə dəri. 25 B bəndi. Burada göl qurbağasına müqayisədə zolalı kərtənkələdə daha yaxşı inkişaf etmişdir. Səhvə baxın. Burada biz diqqət eləmədik. Fikir verin, yaxşı inkişaf etmişdir. Bəli. Beyincik və ağciyərləri təbii ki, hərəkətlə bağlı olaraq beyincik həm də qurda yaşamaqla əlaqədar olaraq ağciyərləri. Baxın, 25 C bəndi. Qurbağanın çiyin qurşağı neçə sümük müxtəlifliyindən və cəmi neçə sümükdən təşkil olunmuşdur? Deməli, döş yazıram bura. Qarğa, körpücük, kürək. Neçə sümük müxtəlifliyi oldu? 4 sümük müxtəlifliyi. Neçə ədəd oldu? Cəmi 7 ədəd deməndi. Erkək göl qurbağasında rezonatorlar olmazsa tənəffüs edə bilməz, xeyr edə bilər. Qurultu səsləri güclənə bilməz, bəli. Elə budur. 5 nərə, 5 triton, 5 timsahda cəmi neçə döş sümüyü gövdə skeletinə aid ola bilər. Nərədə yoxdur ümumiyyətlə döş sümüyü. Tritonda var, amma gövdə skeletinə aid deyil. Ön ətrafı qurşağına aiddir. 5 ədəd timsahda. Çünki triton suda qurda yaşayanların nümayəndəsi. Timsah sürünənlərin nümayəndəsidir. Bunlarda döş sümüyü bəli. Gövdə skeletinə aid və tənəffüsdə rol oynayır hətta. O da iştirak edir qabırğalarla və qabırğarası əzələlərlə bir yerdə. Cavabımız 5C bəndi. Davam edirik. 29. Euler-Venn diaqramı. Göl qurbağası zoraqlı kərtənkələ oxşar xüsusiyyətlərini bizdən soruşur. Sidik axarları kloakaya açılır hər ikisində. Z1. 3 kameralı ürəyə və 2 qan dövranına malikdir hər ikisi. Z1-2 olan variant varmı? B bəndində var. Digərlərinin üstündən qəşəng bir dənə xət. Elə bu da cavab. X-ə baxaq. 4-6. Yetkin fərdlər ağciyər və dəni vasitəsilə tənəffüs edir. Bu 4 bura gedər. 6 çoxalması sümükünə gedir. Bəli, 4-6 buradırsa 3-5də bura olacaq. Mayalama daxilidir. Sürünənlərdə bəli. Qabırğarası əzələri yaxşı gedir. 5də bura. Budur. Variantlara çıxmaqla əslində bunu asanlıqla belə testləri eləmək olur. Baxmayaraq ki, uzun gedişatda olan bir testdir. Uyğunluq verilib. Timsah, protey, zolalı kərtənkələ, skat. Biri balıqdır, ikisi sürünəndir, biri isə suda qurda yaşayanlardır. Gözlərə malik olmurlar, bu proteydir. Proteydir. 1D olacaq. 1D olacaq, digər variantları qəşəng çıxırıq buradan. 1D. Barmaqlar arasında üzmə pərdəsi olur. Burada artıq timsahı götürə bilərik. Suda üzməklə əlaqədar olaraq. 2-yə A bəndi uyğun gələcək. Baxın bu. Skeleti qırıqlardan təşkil olunmuş skat. 3 olacaq C.
Sonra mədəcində natamam ara kəsmə var. Təbii ki, yarımçıq ara kəsmə zolalı kərtənkələdə olur. 4-də B bəndi. Ona görə cavabımız D bəndi olacaq. Koramal gürzədən nəyi mövcudluğuna görə fərqlənir? Koramal kərtənkələdir. Bəli. 2 növ sümük ilik, xeyr. Dişlərinin, xeyr. Ətraflar, onsuz da gürzədə də yoxdur, onda da yoxdur. Daxili mayalama hər ikisində var. Döş qəfəsinin, bəli, koramalda döş qəfəsi var. Amma gürzədə döş qəfəsi yoxdur. Cavabımız 31 olacaq A bəndi. Qurbağanın fərdi inkişafı zamanı qan tənəffüs orqanından bilavasitə ürəyə qayıtmırsa, deməli bu çömçə quyruqdur da. Sürfə mərhələsi. Ürək boşluğundan yalnız venoz qan keçir. 1 doğrudur. Suyun axma istiqamətini müəyyənləşdirən hiss orqanına malikdir. 2 də doğrudur. Çünki yan xat orqanı var. Ətraflarında borulu sümüklər var. Ətrafları yoxdur, axı borulu sümüklər olsun. Eşitmə orqanında təbil pərdəsi xeyr. Hələ bunlarda təbil pərdəsi inkişaf etməyib. Cavabımız 1-2 B bəndi. Əgər triton müasir sürünənlər sinifinə aid olsaydı, yəni suda quruda yaşayanda mı sürünənlər sinifinə aid olsaydı, o heç vaxt suda çoxala bilməzdi. Onun erkək qamətləri qamçılara malik olmazdı. O həm su, həm quru mühitində çoxala bilərdi. O qəlsəmələri vasitəsilə tənəffüs edərdi. O heç vaxt suda çoxala bilməzdi, bəli. Çünki sürünənlər yumurtaları quruda qoyurlar. 33 A bənd. Davam edirik. 34 nömrəli sual. 5 barmaqlı ətraf, ağızciyər tənəffüsü, qalın qabıqlı yumurta və növbəti sual işarəsinin yerinə uyğun olan variantı tapmalıyıq. Döş sümünün qurşaq skeletinə aid olması bu qurbağadır. Düzünə postembryonal inkişaf, bunlarda düzünədir inkişaf, doğrudur. Elə bunu aid eləyərik. Vəzlərlə zəngin çılpaq dəri qurbağadır. Suda quruda 2 göz qapağına malik, xeyr, 3 göz qapağına malikdir. 4 kameralı ürək, 3 kameralı ürək olmalı idi burada. 35 nömrəli sual. Baxın, suda quruda yaşayanlar 1, 2, 3. Sürünənlər. 3-də deyir ki, 4 kameralı ürəkdir. 3 timsahdır da. 3 timsahdırsa digər variantları qəşəng bir dənə. Bu yenə burada çıxdaş eləyək özümüz üçün. Hə. 1 ilə 2, 3 kameralı ürəkdir. Biri suda quruda yaşayandır. Bir suda quruda yaşayandırsa biri qurbağa götürürük də biz. İkini də ki, bu qələmi götürəcək. Çünki sürünəndir. Cavabımız 35 A bəndi. 36. Timsah verib, tısbağa verib, onların oxşar cəhətləri, fərqli hərəsinin özünə aid olan xüsusiyyətləri verilib və doğru olmayanı bizdən istəyir. X baxın. X ortaq xüsusiyyəti. Omurğa 5 şöbədən ibarətdir hər ikisində. Bu doğrudur. S ürək boşluğunda 3 növ qan olur. Timsahda görsən 2 növ qan olur. Mənfi qoyublar. Bu da doğrudur. F bədən temperaturu ətraf mühitdən asılı deyil. Aslıdır axı. Minus olmalıydı. Bu C'dir, səhvdir. P. Dişlər qidalı xırdamasını görsən P-yə minus qoyub. Çünki tısbağalarda dişlər yoxdur. T. Arteriya damarlarında 3 növ qan olur. Bəli. Tısbağalarda 3 növ qan olur. Arteriya damarlarında. Çünki böyük qan dövranda 3 növ qan iştirak edir bunlarda. Bu da belə doğrudur, götürməyəcək. Cavabımız C bəndi olmuş oldu. 37. Hansı uyğunlaşmaların meydana çıxması ilk suda quruda yaşayanların balıqlardan əmələ gəlməsini təmin etdi? Hə. Baxın, daxili mayalanma. Suda quruda yaşayanlarda daxili mayalama yoxdur. Cüt üzgəclərin 5 barmaqlı ətraflara çevrilməsi, quruda yumurta qoyma bunlarda yoxdur. Suda quruda yaşayanlarda. Cüt üzgəclərin ətraflara çevrilməsi, dəri tənəffüsünün itirilməsi, dərin tənəffüsünə barət itmir bunlarda. Əmələ gəlib. Ağızciyər tənəffüsünün daxili mayalama yenə olmaz. Cüt üzgəclərin 5 barmaqlı ətraflara çevrilməsi, bəli. Ağızciyər tənəffüsü, bəli. 2 qan dövrənin, bu da bəli. 37 Y variantı. 38. Qurbağa və zoralı kərtənkələ oxşar xüsusiyyət deyil. Tip xordallar oxşardır. Ürəyin quruluşu 3 kameralı oxşardır. Ürək kameralarının sayı, ürəyin quruluşu. Kərtənkələdə yalançı ara kəsmə var.
Quruluş oxşar deyil. Ürək kameralarının sayı 3 kamera. Doğru. 2 qan dövranı bəli. Bədən temperaturu ətraf mühitin asılı olması bəli hər ikisində. İlanda gözün quruluşunun hansı xüsusiyyəti onu kərtənkələdən fərqləndirir? Göz qapağının qovuşması və şəffaflaşması. B bəndi. Zəhərli ilanlar zəhərsiz ilanlardan nəyə görə fərqlənirlər? Baxın, burada diqqət edəcəyik. Baxın. Zəhər vəziləri D variantına baxın və zəhər dişlərinin olmasına görə. Bəli, zəhərli ilanlar bu xüsusiyyətə görə fərqlənir. Digər variantları oxumağa ehtiyac yoxdur. Çünki digər onlar üçün fərqli xüsusiyyət deyil. Baxın da, haçalı dilin olmasına görə var hər ikisində də. Zəhər dişlərinin haçalı dil yenə hər ikisində var. Çənə əzlərinin inkişaf etməsi bu da hər ikisində var. Zəhər, baxın, Y'də zəhər vəzi göz qapaqlarının olması, göz qapağı bunlarda bitişib yoxdur bunlarda. Ona görə də D variantını burada götürürük. Sonra 41. Hansı müddəa səhvdir? Çömçəquyruq ilk öncə xarici qəlsəmə ilə tələffüz edir. Bu doğrudur. Çömçəquyruq ilk öncə daxili qəlsəmə ilə tələffüz edir. Bu yanlışdır. Yetkin qurbağalar ağciyər dəri vasitəsilə tələffüz edir. Doğrudur. Qurbağanın dərisindən həm atmosfer oksigeni, həm də suda həll olunmuş oksigen keçir. Doğrudur. Çünki suda da dəri vasitəsilə tələffüz edə bilir. Çömçəquyruqlar ilk öncə suda həll olunmuş oksigenlə, yəni qəlsəmə ilə tələffüz edirlər. Bu da doğrudur. 42. Hansı əlamətlərinə görə çömçəquyruq balığı təkrar edir? Yəni biogenetik qanun burada bir nömrəli. Bir qayda olaraq o proses burada baş verir də, əcdadın əlamətlərini təkrarlamaq. Baxın, qəlsəmələrin olması, yan katorqanın olması, qəlsəmə qapağı yoxdur bunlarda. Yəni çömçəquyruqda. 1, 3, 2 kameralı ürəyin olması 4, 2 qan dövranı yox, 1 qan dövranı olmalıdır. Quyruq üzgəcinin olması bəli, barmaqlı ətrafların olması xeyr. Cavabımız olacaq nə? Bir də baxırıq. 1, 3, 4, 6. Görə varmı belə cavab? Bəli, A bəndi. Sürünələrin hansı qrup əzələləri quyruqsuz suda qurda yaşayanlarda yoxdur? Aha. Qabırğa arası əzələlər. Barmaq əzələri var, mədə əzələri var, alt çənə əzələri var, arxa ətraf əzələri var. Çünki sürünənlərdə qabırğa arası əzələr birbaşa olaraq həm qabırğalar olduğu üçün tənəffüsdə iştirak edirlər. O suda qurda yaşayanlarda olmaz. Xüsusən də göl qurbağasında. Çünki burada quyruqsuz suda qurda yaşayan deyirdi. Davam edirik. Nə üçün suda qurda yaşayanların beyni digər orqan və toxumalardan fərqli olaraq oksigenlə daha çox təmin olunur? Deməli, burada çünki bunun beyninə təmiz qan gedir, qarışıq qan getmir. Baxırıq. Beyninə arterial qan gedir. Bəli, bu doğrudur. Beyin hüceyrələrində O2-ni fəal surətdə ödən fermentlər xeyir. Beyin kapillər sistemi O2-ni asanlıqla buraxır, xeyir. Beyin kapillərləri döyünərək beyninə daha çox qan keçməsinin xeyir. Əlaqəsi yoxdur bunların. Beyin hüceyrələrinin sorucu qüvvəsi oksigenden tam istifadə etməyin xeyir. Bunların heç bir əlaqəsi yoxdur. 45. Göl qurbağasının ontogenezi zamanı, yəni çömçəquyruqdan yetkin fərd, onun ürəyində qarışıq qanın venoz qandan sonra əmələ gəldiyini söyləmək olarmı? Olar. Olar nə üçün olar? Çünki onun postembrional inkişaf dövrünün əvvəlində ürəyində yalnız arterial qan olur. Xeyr. Olmazı götürmək olmaz. Olar, çünki postneural inkişaf dövrünün əvvəlində ürəyində yalnız venoz qan olur. Bax bir dənə, göl qurbağasının ontogenezi zamanı onun ürəyində qarışıq qanın venoz qandan sonra olar, çünki onun postneural inkişaf dövrünün əvvəlində ürəyində yalnız venoz qan olur. Bəli. 45 deməndi. Düz tapmışıq. Davam edirik, növbəti sual. Göl qurbağasının 12 zamanı onun ürəyində qarışıq qanın arterial qandan sonra əmələ gəldiyini söyləmək olarmı? Aha. Baxaq, olarsa niyə olar? Olar, əslində olar.
Olar, çünki onun postembrional inkişaf dövrünün əvvəlində ürəyindən yalnız artıyan qan çıxır, xeyr, venoz qan çıxır. Olar, çünki qarışıq qan 3 kameralı ürək olduqdan sonra əmələ gəlir. Bəli. Ən düzgün cavab, doğru cavab Yebənd. Yenə eyni oxşar situasiya sualı. Göl qurbağasının normal ontogenezi zamanı Boot sümüyünün bazal sümüyündən əvvəl əmələ gəldiyini söyləmək olarmı? Olar. Arxa ətraf birinci əmələ gəlir. Olmazlara bir dənə xət. Olar, çünki onun embrional inkişafı dövründə Boot postembrional inkişafı dövründə bazal sümükləri. Xeyr. Olar, çünki onun əvvəl baxın arxa, sonra ön ətrafları əmələ gəlir. Demənd. 5 çayxanası, 5 Qafqaz xaçızası, 5 solaqlı kərtənkələ. Cəmi neçə döş sümüyü qurşaq skeletinə aiddir. Zolaqlı kərtənkələ qəfəsə aiddir. Çayxanasında döş sümüyü yoxdur. 5 Qafqaz xaçızası suda qurda yaşayanların nümayəndəsidir. Qurşaq skeletinə aiddir və cavabımız Y-bəndir. Davam edirik. 49. 3 nərə, 5 göl qurbağası, 2 timsahda cəmi neçə döş sümüyü gövdə skeletinə aiddir. Aha, yəni döş qəfəsinə aiddir. Nərədə döş sümüyü yoxdur. Göl qurbağasında Çin qurşağına aiddir. 2 timsahı buradan götürəcək. 2 döş sümüyü gövdə skeletinə aiddir. Cavabımız 49 A bəndi. 50 nömrəli sual. Hansı onurğalı heyvan bir qan dövranına malikdir? Baxırıq burada. Dəri vəzləri olmayan bu bir qan dövranına aid ola bilməz axı. Ürək boşluğuna ancaq venoz qan gələn. Bəli. Sabit bədən temperaturuna malik olan 2 qan dövranıdır. Dəri vəzləri olmayan sürünənləri götürə bilərdik də biz orada. Ürək boşluğuna həm arterial, həm də venoz qan gələn 2 qan dövranıdır. Ürəyində 2 mədəci olan 2 qan dövranıdır. Cavabımız 50 oldu B bəndi. Yəni suallar çox çaşdırıcıdır, həqiqətən diqqət tələb edir. Hansı onurğalı heyvan 2 qan dövranına malikdir? Qarın aortası ilə venoz qan axan balıqdır. Ürəyində ancaq bir qulaqcıq olan, xeyr, bu bir qan dövranı olacaq. Ürək boşluğuna həm venoz, həm arterial qan gələn, bəli. Ürək boşluğunda ancaq venoz olan, məsələn, balıqlar da olmaz. 2 kameralı ürək yenə balıq olaraq bir qan dövranıdır bunlardır. 52-ci sual sxem sualdır. Göl qurbağası var. Daha doğrusu göl qurbağasından bəhs edir burada. Yetkin göl qurbağası deyir ki, döş sümüyünün sayı A bərabərdir 1 dənə döş sümüyü var. Üzmə pərdələrinin sayı B bərabərdir 8. Ürək kameralarının sayı C bərabərdir 3. Gövdə fəqərlərin sayı, aha, bir boyun 7 gövdə bir oma fəqərəsi var və gövdə fəqərlərinin sayı 7 ədəddir. Toplayaq da bunları 1 üstünə gəl 8, üstünə gəlsin 3, üstünə gəlsin 7 bərabərdir 19 C bəndi. Davam edək. Qurbağanın skeleti verilib. X işarə olunmuş sümüyə aiddir. Bu döş sümüyüdür X. Yazın bura. Döş sümüyü. Çanaq qurşağına aiddir, xeyr. Çin qurşağına aiddir. Gövdə skeletinə aiddir, xeyr. Döş qəfəsinə aiddir, xeyr. Çin qurşağına aiddir, bəli. Ön ətraf qurşağına da aid deyə bilərik. Sərbəst ətrafdır, xeyr. Qurşaq hissəyə aiddir. 54. Əgər timsahın ürəyinin mədəciyində yarımçıq ara kəsmə olsaydı, onda qan yalnız ürəkdə qarışardı. Sağ qulaqcıqda qarışıq, sol qulaqcıqda arterial qan olardı. Qan yalnız ürəkdə qarışardı. Bəli. Sağ qulaqcıqdadır qarışıq, sol qulaqcıqda arterial qan olardı. Sonra ürək 54 A bənd. Nəyə görə belə oldu? Timsah 4 kameralı ürəyə malikdir. Çünki bunun mədəcikləri arasında, daha doğrusu mədəcində ara kəsmə olduğu üçün sol və sağ mədəciyə ayrılır. Və qan damarları, aorta, cüt aorta göğsüz mədəciklərdən çıxandan sonra qarışıq qan orada ürəkdən çıxarkən qarışır. Amma əgər 3 kameralı ürək olsa və yaxud yarımçıq ara kəsmə olsa kərtənkələ kimi və yaxud çoramal kimi, o zaman
qanın yalnız ürəyin daxilində qarışardı da bunun. Qarşı qan ürəyində olardı. Ona görə A bəndi. 55. Qurbağanın yenə skeletidir. X nədir? Quyruq sümüyüdür. T nədir? T bunun pəncə hissəsinə aiddir. X sümüyü canlının quyruqlar dəstəsinə aid olduğunu göstərir. Xeyr, bu quyruqsuzlar dəstəsinə aiddir. Bir səhvdir. T sümükləri borlu sümüklər olub qanmış və Y-ə də yazaq bu da. Bu da tutaq ki, sait deyək də buna. Y sümüyü yuxarı ətrafın sərbəst hissəsinə aiddir. Burada Y sümüyü bəli, yuxarı ətrafın sərbəst hissəsinə aiddir. Bu doğrudur. 3'ü buradan çıxdıq. 1'i götürmüşük. 2. T sümükləri borlu sümüklərə aid olub qamış və incik. Xeyr, xeyr. Bu deyirəm pəncə sümükləri daxillər. Bu səhvdir. Z sümüyü burada gövdə skeletinə aid deyil. Bəli, çiyin quşağına aiddir. Döş sümüyüdür bu. Cavabımız 1 və 2 yebən. İndi keçirik açıq suallara. Qapalı suallardan işimiz bitdi. Suda qurda yaşayanlara aid olmayan mülahizələri seçin. Fərdi inkişafın müəyyən dövrünü mütləq suda keçirirlər. Bəli. Eşitmə orqanında xarici qulaq əmələ gəlib, xeyr. Daxili və orta qulaq bunlarda olur. Səhvdir. Çiyin quşağında 6 sümük yox, 7 sümük olur. Yetkin fərdləri 3 kameralı ürəyə sahibdir. Bəli. Boyun fəqərəsi cütdür, xeyr. Təkdir. Bir ədəd boyun fəqərəsi var. Cavabımız olacaq 2, 3 və 5. Doğru olmayan. Davam edirik. Göl qurbağasına aid doğru fikirləri müəyyən edin. Postemrenal inkişaf dövrünün əvvəlində ürəyindən çıxan və ürəyinə qayıdan qan növü eyni olur. Bu doğrudur. Venoz çıxır, venozda qayıdır. Bu doğrudur. Eyninə balıqlar kimi. Postemrenal inkişaf dövrünün əvvəlində yalnız atmosfer, sonra isə suda həll olmuş oksigen, həm də atmosfer havası ilə tənəffüs edir. Yalnız atmosfer. Bu səhvdir. Yönəlici cimciyində və yumurta hücrəsində fərqli cinsiyyət xromosomu olur. Bunların dişiləri deməli X, X'dir, erkəkləri XY-dir. Xeyr, səhvdir. Borlu sümükləri postemrenal dövrdə əmələ gəlir. Bəli, cavabımız 1-4'dür də burada. Çox uzatmayaq. Davam edirik. 58 nömrəli sual. Hər iki canlıya aid olmayan. Biri kərtənkələdir, biri də qurbağadır. Körpücü sümüyü hər ikisində var. 4 kameralı ürək heç birində yoxdur. 2 qan dövranı hər ikisində var. Döş dili heç birində yoxdur. Orta qulaq hər ikisində var. Diafraqma heç birində, bir dəqiqə, bəli, diafraqma heç birində yoxdur. 2, 4, 6. Çünki diafraqma ilk dəfə əmələ gəlib ilk məməlilərdə, triasda. Bunlarda olmayacaq. 59. Verilmiş canlılar üçün ümumi olmayan termin və ifadələri seçin. Ümumi olmayan. Döş sümüyü bunlar üçün ümumidir. Dolayı inkişaf bunlar üçün ümumi deyil. Çünki kərtənkələdə düzünə inkişafdır. Sonra 5 barmaqlı arxa ətraf hər ikisində var, ortaqdır. Döş qəfəsi sürünən üçündür. Beyincik hər ikisində var. Buynuz, pulcuqlar sürünən üçündür. Yenə 2, 4 və 6. Davam edirik. Kərtənkələdə oogenez və mayalama prosesləri müvafiq olaraq hansı orqanlarda var? Oogenez, belə deyək də, dişi hücrənin əmələ gəlməsi, cinsiyyət hücrəsinin əmələ gəlməsidir də, dişi hücrənin. Oogenez, gametogenez, qametlərin əmələ gəlməsi, oogenez yumurta hücrənin əmələ gəlməsidir, belə deyək də. Spermatogenez isə spermilərin əmələ gəlməsi. Oogenez prosesi harda gedəcək? 5-də. Baxın, burada yumurtalıqda. Mayalama prosesi də gedəcək 4-də. Yumurta borusunda. Cavabımız burada 5-4'dür. Ama bu sualın cavabda səhv olaraq yalnız 4 göstərirlər. Çünki oogenez baş verməlidir yumurtalıqda. Çünki oogenez prosesi orada baş verir də. Mayalama isə boruda baş verir. Bir cavab götürüblər orada, düz götürməyiblər. 61.
Xanı balığı və göl qurbağasının qan dövranları üçün ümumi xüsusiyyətlər. Qanın ürəkdən arteriya damarı ilə çıxması ümumi xüsusiyyətlər. Hər ikisinin arteriya ilə çıxır, doğrudur. Qanın tənəffüs orqanlarından vena damarları ilə bilavasitə ürəyə qayıtması xeyr. Xanı balığında belə deyir. Tənəffüs orqanında belə arteriyasına gedir qan. Venoz qanın vena damarları ilə ürəyə qayıtması bu doğrudur. Bu doğrudur. Qanın tənəffüs orqanlarından arteriya damarına keçməsi bu balıqlar üçündür. Cavabımız 1 və 3 olacaq burada. Davam edirik. Göl qurbağasının fərdi inkişafı zamanı hansılarının sayı artıb sonradan dəyişməz qalır? Deməli, böyrəklər dəyişməyəcək. Qan dövranı sayı artacaq, sonra dəyişməyəcək. Ürəkdəki mədəciklər o dəyişmirlər, biri mədəcikdir. Qulaqcıqlar bəli artacaq, 2 qulaqcıq olacaq, sonra dəyişməyəcək. Cavabımız 2 və 4. Növbəti sual 63. Göl qurbağasının fərdi inkişafı zamanı hansılarının sayı dəyişməz qalır? Yəni ümumiyyətlə dəyişmir. İstər sürfə mələzi çömçə quyruqda olsun, istər yetkin göl qurbağasında olsun. Böyrəklər dəyişməyəcək, qan dövranı dəyişəcək, mədəciklər dəyişməyəcək, qulaqcıqlar da dəyişəcək. 1 və 3. Açar sözlərdən istifadə edərək mətni ardıcıllıqla tamamla. Qurbağanın çiyin qurşağı 4 götürək. Deməli, 1 döş, 2 qarğa, 2 kürək, 5 2 körpücük sümükdən təşkil olunub. 4, 2, 5. Davam edirik. 65 nömrəli sualla cədvəl sualdır. A və B sümükləri ilə bağlı hansı fikir səhvdir? Qurbağanın ön ətraf qurşağı A bəndi verilib. Cüt kürək sümüyü ola bilər. Bu doğrudur. A döş sümüyü ola bilməz. Niyə ki? Ön ətraf qurşağına aiddir. Bu səhvdir. Sonra A bazu sümüyü ola bilməz. Bu doğrudur. Bəli. Çünki qurşaq hissədə deyil, sərbəst hissədə bazu. Aynen bitdiyini B-ya. B deyir ki, arxa ətrafın sərbəst hissəsidir. Yəni bud, baldır, pəncə hissəsi. Deməli, B deyir ki, çanaq sümüyüdür, səhvdir. B pəncə sümüyü ola bilər, tamamilə doğrudur. B pəncə lüləsi, xeyr. Bunlarda pəncə lüləsi nə gəzir? Pəncə lüləsi quşlarda əmələ gəlib. Cavabımız 2, 3 və 6. Davam edirik. 66 nömrəli sual. Yine A və B sümükləri verilib. Bu dəfə isə ön ətrafın sərbəst hissəsini, aynen arxa ətrafın sərbəst hissəsini B ilə verir. İndi deyir ki, səhv fikir yenə istəyir. A deyir ki, cüt kürək sümüyü ola bilər. Xeyr, bu sərbəst hissədə axı. A döş sümüyü ola bilməz. Bəli, doğrudur. Döş sümüyü ola bilməz. Çünki döş sümüyü qurşaq hissəyə aiddir. A bazu sümüyü ola bilər. Bu doğrudur, götürməyəcək yenə. B qarğa sümüyü ola bilər. Qarğa sümüyü nə vaxtdan arxa ətrafın sərbəst hissəsi olub ki? Sonra indi deyir ki, B pəncə sümüyü ola bilməz, ola bilər. Elə də qəşəng olacaq ki, sərbəst hissədə. Sonra deyir B pəncə lüləsi ola bilər. Xeyr, pəncə lüləsi bunlarda nə gəzir? Quşlarda var. 1, 2, 5 və 6. Davam edirik. Qurbağa haqqında deməli, burada X, Y və Z-in düzgün ardıcıllığını bizdən istəyir. Deməli, qurbağada döş qəfəsi yoxdur. X, bəli. 3 kameralı ürək Y var. Göz qapaqları da var. Ona görə də 1 doğrudur. Xarici qulaq bunlarda yoxdur. Kloaka var, döş sümüyü var. Bu da doğrudur. Caynaqlı barmaqlar bunlarda yoxdur. Qabırğası əzəlilər də yoxdur. 2 qan dövranı var. Bu səhv fikirdir. Boyun fəqrəsi bunlarda var. Yox kimi götürüb. Cavabımız 1 və 2 çox getmirəm. Yəni uzatmağa ehtiyac yoxdur yenə. Növbəti sual 68 nömrəli sualdır. Ətrafların skeletinə aid olmayan sümükləri bizdən istəyir. Bəli, ətrafların skeletinə aid olmayan sümüklər. Baxın, 6 çanaq qurşağına aiddir, götürməyəcək. 5 çiyin qurşağına aiddir, götürməyəcək. 4 də çiyin qurşağına aiddir, götürməyəcək. 3 kəllə hissəsinə aiddir. 2 onurğa hissəsinə, gövdə hissəsinə aiddir. 1 də ki yenə gövdə hissəsinə aiddir bunun. Quyruq sümüyüdür.
Yəni onurğa hissəsinin, gövdə hissəsinin tərkibində gedir. Onurğa sütununun tərkibindədir. Cavabımız 1, 2 və 3 olacaq burada. Davam edirik növbəti sualımızla 69 nömrəli yenə cədvəl sualdır. Bu yenə göl qurbağasıdır. Barmaqlarının sayı 90 ədəddir deyir. Göl qurbağasının bir fərdində ümumi olaraq arxa ətraflarında 10, ön ətraflarında 4, 18 barmaq olur. Yəni bir fərddə 18 barmaq olarsa 90 barmaq X fərddə olacaq. X-imiz bərabərdir 5 ədəd qurbağa olacaq. 5 ədəd qurbağada da n bərabərdir 5 yazaqda. X nə idi? Burada x-lə n-i əvəz elədik. Və ümumi indi böyük x-lə burada verib üzmə pərdələrinin sayını bizdən istəyəcək. Təbii ki, üzmə pərdələrin sayı 8 olduğu üçün ümumi olaraq 5-i vuraraq 8, 5 fərddə 8 ədəd cavabımız olacaq 40. Gəldik son 2 suala. Şəkilə əsasən A və B tənəffüs orqanından malik olan canlılar haqqında hansı fikir düzgündür? A tritondur. B-dəki bir dəqiqə. B-dəki qurbağadır da. Aha. İndi deyir ki, A və B tənəffüs orqanından malik olan canlılar üçün düzgün ifadələr. B hissəsində dəri tənəffüsünü artıran daraqlar əmələ gəlir. Bu tritondur. 1 bura uyğun gələcək. Ağacda yaşayan nümayəndələrində barmaqlarını sormac olur. Bu suda qurda yaşayandır. 2 bura uyğun gələcək. Yəni qurbağadır. Quyruqsuzlar dəstəsinə aiddir. 3 bura uyğun gələcək. Salamandra ilə eyni dəstəyə aiddir. 4 də bura uyğun gələcək. Çünki triton quyruqlar dəstəsinə aiddir. Ona görə də nə olacaq burada? A1 4, B2 3. Və son sual, 71 nömrəli sual, uyğunluq verilib. Xanı balığı, göl qurbağası, zoralı kərtənkələ. Baxırıq. Onurğa sütunu gövdə və quyruq şöbələrinə bölünür. Bəli. Bu onurğa sütunundan söhbət gedirsə balıqlardır. 1A bəndi. B bəndinə baxırıq. Yetkin fərddə dəri tənəffüsü və ağciyər tənəffüsü olur. Göl qurbağasına aid olan bir fikirdir. C bəndi. Yetkin fərddə qan tənəffüs orqanlarında təmizləndikdən sonra bilavasitə digər bədən orqanlarına aparılır. Yəni qəlsəmədə təmizləndikdən sonra bel arteriyasına yığılaraq ürəyə qayıtmır. Bədən orqanlarına aparılır. Bu xanı balığına aid olan xüsusiyyətdir. Döş qəfəsi var kərtənkələ. Ön ətraf qurşağı, kürək, körpücük, qarğa və tək döş sümüyündən ibarətdir. Bu da göl qurbağasına aiddir. 1A-C, 2B-Y, 3D. Deməli, əziz və dəyərli izləyicilər, suda qurda yaşayanlar və sürünənlər sinfinə aid olan DİM 2025 test toplusundan olan sualları yekunlaşdırdıq. Tam izahlarını, açıq və qapalı sualların izahlarını verdik. Bir daha kanala abunə olub, rəy yazanlar, fikir bildirənlər və bəyənən hər bir kəsə təşəkkürümü bildirirəm. Sağ olun.